Mən sizə törəməni izah edirəm. Mənə diqqətlə qulaq asırsınız. Əvvəlcə nə edirik? Törəmənin düsturlarını yazırıq. Bax, qulaq asın mənə. Deməli, hər hansı bir ədədin törəməsi sıfırdır. Məsələn, 5-in törəməsi sıfırdır. Yaxşı, x-in törəməsi, törəmə belə üstündə ştrix olur. 1-dir. Daha sonra, tutaq ki, 5x-in törəməsi 5-dir. Yaxşı, sonra, x üstü n-in törəməsi n keçir qabağa, x üstü n çıx 1. Yəni, bax, ən çox istifadə olunan düsturdur. Deməli, məsələn, x üstü 5-in törəməsi 5 keçir qabağa, olur x üstü 4. Yaxşı, bax, məsələn, kök altda x-in törəməsi. Bunun törəməsi 1/2 kök altda x-dir. Amma, sən bunu ya əzbər yadında saxlamalısan, ya da bax, bu düsturla aça bilərsən. Bax, məsələn, kök altda x üstü 2/1 deyil. Hə? 2/1-i keçirt qabağa, bax, bu düsturdakı kimi. Olur x üstü 2/1 çıx 1. O da nə olur? 2/1 keçir qabağa, x üstü -2/1. Düzdür? Deməli, olur 2/1, x üstü -2/1 də kök altda x kimi düşür məxrəcə. Gördük. Yenə yuxarıda yazdığım düstur alındı. Daha sonra, məsələn, 1/x. Bax, 1/x-in törəməsi. Ya bunu əzbər yadında saxla ki, -1/x kvadratdır. Ya da, bax, yenə eyni düsturla açacağım. Bax, 1/x-in törəməsi. 1/x üstü -1-dir də. Mən burada mənfi keçir qabağa, -1 keçir qabağa. -1 çıx 1. Nə olur? X üstü -2. Gördük. O da nə olur? Deməli, 1 qabağında da mənfi əlbəttə ki. X kvadrat. Gördük, yuxarıda yazdığım düstur əmələ gəldi. Aydındır. Yəni, bu düsturdan çox şey eləyə bilərik. Məsələn, adi testdə görəcəksiniz. Bax, verib x üstü, tutaq ki. Bax, belə verib. Bunu deyir törəməsi. Mən bunu necə yazıram? X üstü 3/2. 3/2 keçir qabağa. 3/2-dən 1 çıxıram. -3/1. Olur 3/2. 3-cü dərəcədən x. Aydındır. Sonra davam edirik. Deməli, a üstü x-in törəməsi a üstü x vur ln a. Məsələn, 3 üstü x-in törəməsi 3 üstü x vur ln 3'dür. Gördük. Sonra ln x-in törəməsi 1/x''dir. Y üstü x-in törəməsi y üstü x''dir. Məsələn, y üstü 3x-in törəməsi. Y üstü 3x-in törəməsi elə y üstü 3x''dir. Bir də 3x-in törəməsi 3'dür. Aydındır. Sonra sinus x-in törəməsi kosinus x''dir. Kosinus x-in törəməsi -sinus x''dir. Misal çəkirəm. Sinus 5x-in törəməsi. Sinus 5x-in törəməsi kosinus 5x''dir. Bir də içinin törəməsi. Özünün törəməsi, içinin törəməsi. Bunu vururam içinin törəməsinə. Olur kosinus 5x vur 5. Bax belə. Yaxşı mı? Bax, özünün törəməsi vur içinin törəməsi. Bu düsturlar əzbər. Əzbər. Sonra, məsələn, tangens x-in törəməsi 1/kosinus kvadrat x''dir. Kotangens x-in törəməsi -1/sinus kvadrat x''dir. Misal çəkirəm. Tangens 5x-in törəməsini tap deyir. Yenə özünün törəməsi 1/kosinus kvadrat 5x vur içinin törəməsi. Yaxşı. İçinin də törəməsi 5'dir də. Onda olur cavab nə? 5/kosinus kvadrat 5x. Aydındır. Sonra nə qaldı? Bir dənə loqaritmanı da deyim. Loqaritma ax-in törəməsi 1/x ln a. Aydındır. Başqa heç bir şey qalmadı. Bir də nə edəcəm?
U üstəgəl V-nin törəməsi. Olur U-nun törəməsi üstəgəl V-nin törəməsi. Eləcə də çıxı da eyni şeydir. İndi bu nə deməkdir? Misal çəkirəm. X kvadrat üstəgəl tutaq ki, deyir sinus x-in törəməsi. Neynirəm? X kvadratının törəməsi 2x-dir. Sinus x-in də törəməsi kosinus x. Yəni ayrı-ayrı törəmələrini tapıram. U vur V-nin törəməsi. U-nun törəməsi vur V. V-nin törəməsi vur. Məsəl üçün, x kvadrat vur, tutaq ki, deyir sinus x-in törəməsi. Hə? Hasildir də, hasilin törəməsi. Olur x kvadratının törəməsi vur sinus x. Üstəgəl sinus x-in törəməsi vur, törəməsi vur x kvadrat. Aydındır? Dəqiqə. Normal yazım. Törəməsi vur x kvadrat. Deməli, nə oldu? X kvadratının törəməsi 2x sinus x plus sinus x-in də törəməsi kosinus x vur x kvadrat. Gördük. Bir də sonuncu u böl v-nin törəməsi. O da nə olur? U-nun törəməsi vur v, çıx v-nin törəməsi vuru böl v kvadrat. Yaxşı. Bu da eyni qayda ilə. Yəni də necə düstur verilib o cür. Bax, bu düsturlar əzbər. Getdik davamını. Daha doğrusu testlərə. Bax, misallar burada verilib. Məsələn, elə gəl birinciyə baxaq. Gəl birinciyə baxaq. Deyir ki, burada 6 kotangens 3x-in törəməsini tap. Hə? 6 qalır. 6 əgər, rəqəm əgər tək verilərsə, tək onun törəməsini tapanda 0-dır. Amma nəyinsə yanında veriləndə elə necə var, elə qalır. Kotangensin törəməsi nədir? Bayaq dedim. Kotangens x-in törəməsi, bayaq dedim ki, mənfi 1 böl sinus kvadrat x-dir. İndi ondan istifadə edirəm. Olur mənfi, deməli, sinus kvadrat 3x vur, bir də 3x-in törəməsi. O da 3-dür. Deməli, oldu nə? Mənfi 18 böl sinus kvadrat 3x. Aydın oldu. Sonra davam edirik. Bu birinci. Gəldik. Məsələn, üçüncü. Adi. Çox asandır əslində uşaqlar. Çox gözünüzdə şişirtməyin. 2 ln x plus x kubu. Bunun törəməsi. Ln x-in törəməsi 1 böl x. X-in kubunun da törəməsi 3x kvadrat. Gördük. Düsturlardan istifadə edirik. Sonra gəldik. Məsələn, 9-cu sualda. Verib orada sinus kvadrat x çıx kosinus kvadrat x. Mənfini çıxardıram qabağa. Kosinus kvadrat x çıx sinus kvadrat x. Daha qısa yolla eləyəcəm. Bu 2 qat arqument düsturudur da. Mənfi kosinus 2x. Onda kosinusu da deməli, törəməsi nədir? Mənfi sinus. Olur mənfi sinus 2x vur içinin törəməsi. Bax, özünün içinin ya da özünün üslü funksiya olanda üstünün. Deməli, olur nə? 2 sinus 2x. Niyə üslü funksiya dedim? İndi burada qabağımıza çıxanda göstərəcəm. Yəni, bayaq dedim, y üstü x-in törəməsi elə y üstü x-dir. Amma y üstü 5x-in törəməsi y üstü 5x vur 5-dir. Yəni, özünün və üstünün. 5x-in törəməsi 5-dir axı. Sonra, məsələn, 12-ci suala bax. Kosinus 1 böl x. Hə? Bax, bu sualda. Kosinusun törəməsi nədir? Mənfi sinus 1 böl x. Bir də içinin törəməsi. 1 böl x-in törəməsi. 1 böl x-in də törəməsi mənfi 1 böl x kvadratdır. O da 2 mənfi bir-birinə vurulanda olur belə. Məsələn, sən deyə bilərsən ki, necə oldu ki, biz heç kosinus x-da heç içinin törəməsini tapmadıq, gəldik belə şeylərdə tapırıq. Ay uşaqlar, kosinus x-da da əslində tapmış oluruq. Kosinus x-in törəməsi mənfi sinus x-dir. İçinin törəməsi, zaten x-in törəməsi 1-dir də. Yəni, onu yazmağın mənası yoxdur ona görə. Aydındır. Məsələn, 14-cü sual. Ln 2x üstəgəl 1. Ln x-in törəməsi dedim 1 böl x-dir. Bir də vur içinin törəməsi. Aydındır. 2x üstəgəl 1-in də törəməsi elə 2-dir. 2 böl 2x üstəgəl 1. Elə bir ki, kx-in törəməsi k-dır, 1-in də törəməsi 0-dır da, ona görə 2-dir. Yaxşı mı? Getdik 16-cı suala. Baxın 16-cı suala. Bax,
Nə deyir 16-da? Deyir ki, fx bərabərdir 3-də 1 x. Yox, 7-yə baxırdım, dayan. Deməli, 3-də 1 3x plus 1-in kubu. Bunu verib mənə deyir ki, f mənfi, törəmə mənfi 3-ü tap. Bilirsiniz nədir? Bunun törəməsini tap. Harda x var, gətir yerinə mənfi 3 qoy. Gəl birinci bunun biz törəməsini tapaq. Neyinirik? 3-də 1 qalır. Bayaq x üstü n-in düsturunu yazdım ha. N keçir qabağa, x üstü n çıx 1. Bax budur. Deməli, nə olur? 3 keçir qabağa. Olur 3x üstə gəl 1-in kvadratı. Vur 2-nin törəməsi. O da nə oldu? Bundan bu getdi. 3x plus 1-in kvadratı vur 3-ə. Gördük. Allah, bunu bildik. İndi nə istəyirdi məndən? Törəmənin yerinə mənfi 3 qoy. Gəl törəmənin yerinə mənfi 3 qoyum. Deməli, nə olur? 3 vur mənfi 3. Üstə gəl 1-in kvadratı vur 3. O da nə olur? Mənfi 9 plus 1 mənfi 8. Mənfi 8-in kvadratı 64 vur 3. 192. Aydın oldu. Sonra davam edirik. Məsəl üçün 24-cü suala bax. 24-cü sual. 24-cü sualda ümumiyyətlə uşaqlar kx plus b-nin törəməsi elə k-dır. Yenə deyirəm, ədədin törəməsi 0-dır. Kx da ki, k-dır da ona görə. Bax, məsələn, y bərabərdir mənfi 7x plus 4. Düzdür? 4-ün törəməsi 0-dır. Bunun törəməsini tapsam, deməli, nə olur? Mənfi 7. İndi y bərabərdir mənfi 7. Hardadır uşaqlar? Onun qrafikini çəksəm necə çəkərəm? Belə çəkərəm də. Hardasa buralarda mənfi 7 var. Oradan paralel düz xət. Bax belə. Aydın oldu. Yəni 24-cü sualda olur C variantı. Yaxşı. Sonra 26-cı suala baxaq. Bax 26-cı sualda fx-i verib b, x çıx 2. B ədəddir. Olduğu kimi saxla. Kök altının da törəməsi nədir? 2 kök altda x çıx 2. 1 bölü x-in törəməsi nədir? 1 bölü x-in törəməsi 1 bölü x nə idi? Kök altda x-in törəməsi nədir? 1 bölü 2 kök altda x. Yaxşı. Bu da 10 kimi. Sadəcə içi bunun, içinin də törəməsini tapsam 1 olduğu üçün də yazmıram. Çox, bunu aldım. Əla. İndi məndən nə istəyir? Mənə deyir ki, f törəmə 3 bərabərdir 2-ni tap. Yəni, törəməni tapandan sonra x-in yerinə 3 qoy. X-in yerinə 3 qoy. Bərabər elə 2-yə. B olur 4. Aydındır. Tapdıq B-ni. Sonra davam eləyək. Uşaqlar, bu suallar asandır. Deməli, məsələn, 29-cu sual olsun lap. Yenə dediyim kimi, kök altda x-in törəməsi nədir? 1 bölü 2 kök altda x. İndi 29-a baxırdım. Y bərabərdir. 1 çıx 4x-i verib də. Bunun da törəməsini necə taparam? 1 bölü 2 kök altda 1 çıx 4x vur mənfi 4. O da olur nə? Mənfi 4-dən 2 gedir. Mənfi 2 böl 1 çıx 4x. Aydındır. Görə yardadır o. De bu. Variant. Sonra, məsəl üçün 32-ci suala baxaq. Bax, bayaq yazmışdım. U plus v. Ayrı-ayrı. Bu da ayrı-ayrı. Sinus 2x-in törəməsi nədir? 2. Elə bir ki, sinus 2x-in törəməsi kosinus 2x-dır. Bu içinin 2x-in də törəməsi 2-dir. Çıx. 5 qalır. Kosinus 3x-in törəməsi nədir? Mənfi sinus 3x. Bir də vur 3. Düzdür, içinin törəməsi. Üstəyə gəl. Sinus 4x-in törəməsi... O, yox, gəl yuxarı baxıram, gəl aşağı. Çıx, yazılıb orada mənfi, çıx 2x-də. Çıx, 2x-in də törəməsi 2. Deməli, oldu cavab nə? 2 kosinus 2x. Üstəyə gəl 15 sinus 3x çıx 2. Daha mən bunları izah eləyəndən də sonra başa düşmürsünüzsə, heç nə. Başım bıraq. Getdik 34-ə. Uşaqlar, bayaq yazdım. U vur V-nin törəməsi. U-nun törəməsi vur V plus V-nin törəməsi vur. Bu da eyni qayda ilə hasildir. Deməli, nə olur? X kvadrat sinus x
bu funksiyanı verib. Gəl tapaq. X kvadratının törəməsi vur sinus x. Üstə gəl sinus x'in törəməsi vur x kvadrat. 2x sinus x plus kosinus x vur x kvadrat. Gördünüz? Burada da x'i mötərizə xaricinə çıxardanda olur 2 sinus x plus x kosinus x. Var belə cavab. Axtarım görüm. Var C variantı. Yaxşı, başa düşdük. İndi bax 36-cı suala bax. Bayaqların bir düsturu yazdım. Dedimi a üstü x'in törəməsi. Olur a üstü x vur ln a. Bu da ondandır. Deməli fx bərabərdir 4 üstü x vur 5 böl ln 4 çıx 2x'in kubu çıx 5. Bunun törəməsini deyir tap. Uşaqlar 5 böl ln 4 bu adi bir ədəddir. Yəni o sizi çaşdırmaz. Adi bir ədəddir. Bunu saxlayıram. Necə ki, tutaq ki 5 kosinus x verəndə törəməsini tap deyəndə o 5'i saxlayırdıq. Bu da 10 kimi. İndi gəldim bu 4 üstü x-ə. 4 üstü x-in törəməsi 4 üstü x vur ln 4 çıx. 3 keçir qabağa olur 6x kvadrat. Ln 4'lər gedir. Oldu cavab 5 vur 4 üstü x çıx 6x kvadrat. Məndən nə istəyir? Mənə deyir ki, f törəmə 1'i tap. Gəl tapım. 5 vur 4 çıx 6. Oldu cavab 14. Aydın oldu. Sonra bir dənə 40-cı suala baxaq. Gəl 40-cı suala baxaq. Nə deyir? Y bərabərdir sinus x kvadrat. Özünün törəməsi, sinus x kvadratın törəməsi nə olur? Kosinus x kvadrat. Vur içinin törəməsi, yəni x kvadratının törəməsi. O da olur 2x vur kosinus x kvadrat. Var belə cavab. D variantı var. Bunun da rengini dəyişək, bezdirdi. Belə olsun. Deməli, sonra gedək 44-cü suala. Fx bərabərdir mənfi x'in kubu. Nə deyir burada? Deyir törəməsini tap. Sonra özünü yaz. Bərabər elə 0'a. Gəl baxaq. Bunun törəməsini tapıram. Neçə eləyir bunun törəməsi? Mənfi 3 keçir qabağa x'in kvadrat. Çıx özü. Özü də olanda onda belə olur da. Bərabərdir 0. Mənfi x kvadratlı mötərizə xaricinə çıxardıram. Ayrı-ayrı 0'a bərabər eləyirəm. Bunu da 0'a bərabər eləsək olur 3. Köklər cəmi. 0'ın da üstünə 3 gəlirəm. Cavab 3. Yaxşı. Sonra bunlar hasildir. Baba, bunlar hasildir ha. U vur V'nin törəməsidir. Məsələn 52'yə bax. Fx bərabərdir ln kosinus 3x. Ay sağ ol. İndi mənə diqqətlə qulaq as. Bir də mənə verib deyir ki, bunu tap. Yəni törəməni tap. Harda x görürsən yerinə pi bölü 9 yaz. Gəl bunun törəməsini tapaq. Ln x'in törəməsi nə idi? 1 bölü x. Deməli ln kosinus 3x'in törəməsi nədir? 1 böl kosinus 3x. Vur kosinus 3x'in öz törəməsi. Bir də vur 2, bir də içinin içi. 3x'in öz törəməsi. Uşaqlar gördünüz. Bax 1 böl kosinus 3x özünün törəməsi, içinin törəməsi, bir də vur içinin törəməsi. Deməli nə olur? Kosinusun törəməsi nə oldu? Mənfi sinus 3x böl kosinus 3x vur 3. İndi bax. Mənfi elə sinus böl kosinusu mən elə bir də fəmlik tangens 3x yaza bilərəm də. İndi nə edirəm? X'in yerinə pi böl 9 qoyuram. Bundan bu getdi. Oldu. Mənfi 3 tangens pi böl 3. Tangens pi böl 3 də kökdə 3'dür də. Cavab oldu. Mənfi 3 kök 3. Bu hansı sual idi? D variantı. 52-ci sual. Başa düşdük. 56'ya bax. Uşaqlar 56 u böl bayaq V'nin törəməsini yazdım. Necə yazdım?
O'nun törəməsi vur V, V'nin törəməsi vurul böl V kvadrat. Deməli, nə olur? X kvadrat çıx X böl X kubu verilib. İndi bunu nə edirəm? Bax, yazıram. Yavaş-yavaş yazıram ki, başa düşəsiniz. X kvadrat çıx X'in törəməsi vur X'in kubu çıx. X'in kubunun törəməsi vur X kvadrat çıx X böl. Bir də məxrəcin törəməsi və buranın törəməsi bərabərdir. İndi bax. X kvadrat çıx X'in törəməsi nədir? 2X çıx 1. Vur X'in kubu çıx. 3X kvadrat, yəni X'in kubunun törəməsi vur. X kvadrat çıx X böl X üstü 6. Qutardı. İndi məndən nə istəyir? Mənə nə deyirdi tap? F törəmə mənfi 1'i tap deyirdi. Hə? Bax. F törəmə mənfi 1. Nə deməkdir? Harda X görürəm, yerinə mənfi 1 qoyuram. Elə bil. Bax, bir dəqiqə. Bax, burada mənfi 1 qoyuram. Burada olur mənfi 1'in kubu. Burada olur mənfi 1'in kvadratı. Burada olur mənfi 1'in kvadratı çıx mənfi 1. Burada da olur mənfi 1 üstü 6. Deməli, nə olur? Mənfi 2 çıx 1. Mənfi 3. Vur mənfi 1. Çıx 3. Vur 1. Bu da olur 1 üstə gəl 1 2. Vur 2. Böl 1. O da nə oldu? 3 çıx 6 böl 1. O da oldu mənfi 3. Yəni C variantı. Başa düşdük. Sonra görək başqa nə sual var belə maraqlı, fərqli. Deməli, bunları demirəm, özünüz eləyəcəksiniz. Bax, 63-cü sual var ha. Bax, 63-cü sual. Bu da UV-dir. Burada 2'nin törəməsi onsuz da 0'dır. Heç bunu yazmasaq da olar. UV-dir. Deməli, bu nə olur? X kvadratının törəməsi vur ln kvadrat X plus deməli, ln kvadrat X'in də törəməsi necə olur? Ln kvadrat X'in törəməsi 2 keçir qabağa ln X bir də ln X'in də öz törəməsi 1 böl X. Bax belə. Şu. Bunu gördük. İndi harda X var? Yerinə Y qoyuram. Məsələn, burada yerinə Y qoyuram. Burada Y qoyuram. Burada Y qoyuram. Burada da Y qoyuram. Aydındır. Bunu hesablayıram, tapıram. Sonra bunlar asandılar. Eləyərsiniz. Asandılar eləyə biləcəksiniz. 75-ci suala bax. Biraz fərqli gəldi 75-ci sual. Birinci 74'ü deyim. Sonra 75 deyim. 74'te bax bu sual var. Kosinus kvadrat 2x. Kosinus kvadrat 2x'in törəməsi nədir? Kosinus kvadrat 2x'in gəl törəməsini tapın birinci. Deməli, törəməsini necə tapıram? Bax, kosinus kvadrat 2x'da 2 keçir qabağa. Bax, bu 2 keçdi. Bax, elə bir ki, x üstü n'in törəməsi kimi də. Bu da əslində kosinus 2x'in kvadratı deyil. Elə bil bunun törəməsi də. 2 keçir qabağa. 2 kosinus 2x vur. İçərisinin törəməsi. Bir də vur yenə içərisinin törəməsi. Deməli, nə olur? 2 kosinus 2x vur. Kosinus 2x'in törəməsi. Mənfi sinus 2x vur 2. Bu da olur 4 mənfi sinus 2x kosinus 2x. Gördük. Bu da olur mənfi. Bir dəqiqə. 2 kosinusun törəməsi mənfi sinus. Bunun da törəməsi bu. Hə. İndi harda x var? Yerinə pi bölü 12 qoy hesabla. Heç nəyə ehtiyac yoxdur. Elə burada da pi bölü 12 qoy. Burada da pi bölü 12 qoy hesabla. Daha hesablamıram. Bax, getməsin. Sonra. Bunlar asandı eləyəcəksiniz. Bunlar asandı. Məsələn, 86-cı suala bax. 86-cı sualda törəməni tapanda bax. 5 keçir qabağa. Elə bil olur 5 vur. Bax, 5 vur. X üstü 4 çıx 2x çıx 1 üstü 4 vur. İçərisinin törəməsi. İçərisinin də törəməsini bir dəfəmlik yazsam nə olur? 4x kub çıx 2. İndi harda x var? Yerinə 1 qoyacaqsın. Aydındır.
Bax, bu var ha, hasilin törəməsidir. Elə bil bu U-dur, bu V-dir. Bu U-nun törəməsi vur V, V-nin törəməsi vur U. Ondan istifadə edəcəksən. Yaxşı. 90-cı suala baxaq. Törəməsi cüt funksiyadır. Hə, qəşəng. Qəşəng sualdır. Gəl əvvəlcə bunun törəməsini tapım. Törəməsini nətər taparam? Deməli, 3-ü keçir qabağa. Olur A çıx 5x kvadrat çıx. Bir də 2 keçir qabağa. A kvadrat çıx 9x. Gördük. Mənə deyir cüt funksiyadır. Cüt funksiyadır nə deməkdir? Deməli, tək yox olmalıdır da. Yəni, bu hissə yox olmalıdır. Onda A kvadrat çıx 9-u 0-a bərabər eləsəm. A olur müsbət mənfi 3. Hansı müsbət qiymətində deyir deyənə müsbət 3. Yaxşı. Sonra 94-cü sual UV-nin törəməsidir uşaqlar. U vur V-nin törəməsi. Y üstü. Bu necə eləyik? Buna U kimi baxırıq, buna V kimi baxırıq. Yəni necə olur? U-nun törəməsi. Y üstü 2x-in törəməsi nədir? Deməli olur 2 keçir qabağa Y üstü 2x vur. Kosinus 3x üstəgəl. Kosinus 3x-in törəməsi nədir? Bir dəfəmlik buraya yazaq. Çıx. 3 sinus 3x. Gördük. İndi harada x var? Yerinə 0 qoyub. Yox, bircə dəqiqə. Hədə 3 sinus 3x. Hə, bir də vur y üstü 2x. UV kimi də. Məmsi. İndi harada x var? Yerinə 0 qoyursan, həll eləyirsən. Sonra, deməli, bunlar asand. 98-ci suala bax. 98-ci sual. 98-ci sualda bax 3-ü saxla. Kök altı x kvadrat üstəgəl 5 var ha. Onu necə eləyirəm? 2 kök altı x kvadrat üstəgəl 5 vur içərisinin törəməsi. Yəni 2x. Çıx. İndi gəldim buna. Bunu eləməyə. 10 bölü x-a. Deməli 10 qalır. 1 bölü x-in törəməsi mənfi 1 bölü x kvadratdır da. Harada x var? Yerinə 2 qoy hesabla. Yaxşı. 104. 104-ü də izah eləyim. Baxın. Bayaqlarım nə dedim? 1 böl x-in 1 böl x nə idi? Ln x. Ln x-in törəməsi 1 böl x deyil. Həfşo da. Onda nə olur? 1 böl x kubu üstəgəl 2x vur içərisinin törəməsi. X kubu üstəgəl 2x-in törəməsi necə olur? 3x kvadrat üstəgəl 2. Üstəgəl 3'də 1 x'dir da bu əslində. 3'də 1 x'in də törəməsi ilə 3'də 1 olur. Harada x var, yerinə 1 qoyursan, hesablayırsan. Yaxşı. 109-un törəməsi, deməli, həlli. 109-da uşaqlar U böl V-dir. U böl V-nin törəməsi. Necə idi? U-nun törəməsi çıx V, V-nin törəməsi böl V kvadrat. Bəzən uşaqlar soruşur ki, müəllim, bu boyda düsturu nətər yadınızda saxlayırsınız? Görün hərəsini izah eləyəndə eyni düsturu nə qədər yazdım. Bu istəsəm də yadımda qalır, istəməsəm də. Siz də misalları həll eləyəndə düsturları yaza-yaza eləsəz, yadınızda qalar. Qalan hər şey bəhanətdir, yəni insan istəsin, başqa hər şey bəhanət. İndi 109. 109-da U böl V kimi baxacam. U böl V-nin törəməsi. U-nun törəməsi. Yazdım da bu düsturu. Bir dəqiqə. U-su surətidir V. Deməli, nə oldu? Elə bil belə olur da. Y üstü x üstə gəl 1-in törəməsi vur 1 çıx y üstü x plus onda olur 1 çıx y üstü x'in törəməsi vur y üstü x üstə gəl 1. Gördük. Böl. Üstə gəl niyə yazdım ki? Axı düsturda çıxdı. Çıxdısa çıx yazacağım. Böl. Deməli, nə olur burada? 1 çıx y üstü x'in kvadratı. Gördük. İndi bax diqqətlə bura. Asandır, çətin deyil. Y üstü x üstə gəl 1-in törəməsi elə y üstü x-dir. Vur 1 çıx y üstü x. Çıx. 1 çıx y üstü x-in törəməsi elə 1 heç törəməsi 0-dır. Mənfi y üstü x-dir. Vur y üstü x üstə gəl 1. Böl 1 çıx y üstü x-in kvadratı. Harada x var? Yerinə ln 3 qoyaq. Bir dənə fikir ver. Bir dəqiqə. Aha. Elə bil, harada x var, yerinə ln 3 qoysam, y üstü ln 3, 1 çıx, y üstü ln 3, plus y üstü ln 3, bu da olur y üstü ln 3, üstə gəl 1, böl, 1 çıx, y üstü ln 3'ün kvadratı. Deməli, nə olur? 3 vur, 1 çıx 3, burada da y də axı naturalla qarifmadır. Y ilə y gedir. 1 çıx 3,
Üstəgəl 3 vur. 3 üstəgəl 1 böl 1 çıx 3-ün kvadratı. Gördük. Nə gözəl misal oldu. Olur 3'ü vururam mənfi 2'ye. Olur mənfi 6 plus 3 vur 4 böl 4. O da olur nə? 6 böl 4 yəni 1/5. Aydın oldu. Все uşaqlar. Bunları eləyirsiniz. Hamısını eləyirsiniz, gəlirsiniz. Bunlar sizi narahat eləməz. FJX. Yəni elə bil ki, kosinüsün x-inin yerinə gətir 2x yaz. Elə bil ki, kosinüs 2x. Belə deyim də sənə. Kosinüs 2x-in törəməsi böl. İndi bunun x-inin yerinə gətir bunu yaz. Elə bil olur 2 vur. Kosinüs x-in törəməsi. Yaxşı. Heç nə həll elə tap.